Azərbaycanlı bir alimin Amerikada yaşam tərzi necədir? Məsələn, bax, bir günlük iş qrafikiniz necədir? Tətilləri necə edirsiniz? İstirahətə necə gedirsiniz? Bir ildə özünüzə neçə dəfə istirahət verə bilirsiniz? O şansınız var. Bax, çox maraqlıdır. Çünki bizdə alimlərin bir çoxu özlərinə istirahət vermə şansları olmur bir çox məqamlarda. Ya məvaciblərinə görəmi, ya təqaüdlərinə görəmi. Amerikada necədir bir alimin yaşamı? Bu iş növündən asılıdır. Mən department müdiri olarkən bizim bir dekan vardı, Türk. Bəli. Rəhmətlik. Allah rəhmət Osman eləsin. İnal. Deməli, o mənə bu kafedranı müdir təyin etdi. Deməli, kafedra, bu department demək olar ki, dağılırdı. Deməli, siz bilərsiniz, belə bir EBET var. Bu accreditation edir. Akademik, bu 2 dəfə gəliblər, onu imtina ediblər. Bəli. O departmenti akredit olmayanda o deməkdir ki, bu Amerikan standartlarına uyğun gəlmir bu department. Və tələbələr oradan çıxırlar. Çünki o işə alanlar, onlar bilirlər hansı akredit olmuş, akredit olmamış. Məsələn, bizim xarici gedən tələbələrə də mənim tövsiyəm odur ki, gedərkən onu çox araşdırsınlar. O getdiyi yer, o universitet yox, həmçinin o department, o akredit olub olmayıb. Əgər olmayıbsa, onların diplomları çox iyi hesab olunur. İşə düzəlmək də çox çətin olur. Neysə, tələbələr çıxırdı. Çünki akredit olmayıb bu. Bəli. Təqribən 45 tələbə qalmışdı. Bakalavr görə. Bir 10 tələbə də bu magistratura var. Doktorat yox idi bizdə. Neysə, o zaman mən tətil bilmirdim. Səhər 8-dən başlayırdım. Gecə saat 10-a kimi, 11-ə kimi mən kafedə çalışırdım. Bir il sonra biz akredit olduq. Bizim department bir il sonra. Sizin sayənizdə, əziyyətiniz, o yuxusuz gecələr. Tək mən deyiləm. Bir çox əməkdaşlarım. Əlbəttə bizim kollektiv var idi.